Bu videoda Juggle Point'dan adet point'un fərqini göstərmək istəyirəm. Juggle Point'dan adet point'un fərqi o ki, yəni ən böyük fərqləridir. Mən bu nöqtəni sağa sola sürüşdürəndə description'a bu məlumatlar gəlməyəcək ondan. Gəlmədi. Koordinatı dəyişdi, amma nöqtələr dəyişmədi. Yazılar gəlmədi. Bunlar çünki hamısının tekst sistemi tanıyır adet point olduğunda və hamısının məsələn konturun bu göy yanan hissənin özünün koordinatları var və yazının da öz hündürlüyü var. Həmçinin də hündürlüyü, həmçinin də nöqtənin özünün. Mən məsəl üçün nöqtənin özünün koordinatını dəyişsəm, hündürlüyünü dəyişsəm, koordinatı necə dəyişəndə bunlar dəyişmirsə, hündürlüyü dəyişəndə burada hündürlük yazısı dəyişməyəcək. Bunu qoyuram 15, sadəcə 15 edirəm. Nöqtənin hündürlüyü dəyişdi. Nöqtənin hündürlüyü dəyişdi, amma yazı dəyişmədi. 21'ə qaytaraq təkrar. Amma Juggle Point-də necədir? Mən bu nöqtənin kodunu da, hündürlüyünü də dəyişsəm, bu nöqtənin description hər şeyini burada görə bilirəm. 465-dir. 465-i silirəm. Avtomatik burada hündürlüyü dəyişdi. 465. Koordinatda bir bazı dəyişiklik eləsəm, məsələn bu nöqtəni seçirəm. Nöqtəni seçəndə avtomatik description-da onunla bir yerdə gəlir. 10 metr sürüşdürsəm, hamısı bir yerdə hərəkət edir, adet point-dən fərqli olaraq. Və yaxud burada contour description, burada kodda səhv yazılır deyək. Bunu edit edirəm. Contour yazılan yeri yazıram. Sadəcə K. OK edirəm. K olaraq dəyişdi və hündürlük zat hamısı olduğu kimi qalır. Başqa deyək, indi surface yaradaq həmin nöqtələrdən. Birinci Juggle nöqtələrdən surface yaradacam. Juggle pointslərdən. Juggle pointsləri point group olaraq əlavə edə bilərəm burada. All point, mən bunu qruplaşdırmamışam deyəndə all point seçəndə bütün nöqtələri seçəcək. Yəni point-dan fərqli olaraq bütün Juggle nöqtələri seçəcək. OK edirəm, bunu işlem model verdim. Sonra point yazıram. Adi point-da adi nöqtələri adi nöqtələrdən işlem model yazacağam. Bunu drawing object kimi qəbul edir. Yəni ki, hər hansı bu AutoCAD faylları object drawing sayılır da. Drawingdə olan hər hansı bir faylımı deyək, nöqtəmi deyək, line-ımı deyək, bloku deyək, blokdan işlem model keçmək olar. Məndə bunlar points-dir. Adi point-dir, Juggle point-dir. Point-i seçirəm. Oradan sonra nöqtəsi sağ düymə basanda mən üçün verdi işlem modeli. İşlem modeli verdi. Başqa cür, məsəl üçün bu nöqtələri, pointləri PT style yazıb, point style yazıb və point tape yazırıq. Əvvəl style edin, tape'dir. Point tape yazıb, burada hündürlüyün, yüksəkliyin, nöqtənin formasının ölçüsünü dəyişirəm. Bu formada dəyişdi. Yazılar həmçinin select ssenarili hündürlüyün dəyişməliyəm burada. Height'dən 1 və nədirsə. Sonra bir-birlərindən aralamalıyım bunları. Çünki böyütdüm deyəndə bir-birinin içinə girdi. Bunları sağa sola o tarafa sürüşdürməliyim. Yəni bu uzun prosesdir, yorucu prosesdir. Amma Juggle point-da necədir? Məsəl üçün contour, deyirəm description-a, nöqtənin özünün style'ı var. Bir də yazıların point label style var. Nöqtənin stylını edit edirəm. Burada hündürlüyüm burada göstərir. Bunu məsələn 50 cm eləyir. Formasında formaya salıram. Apply edirəm, OK edirəm. Apply edirəm, nöqtənin forması dəyişdi. Sonra description, bunlar yazılar formasını dəyişmək istəyirəmsə, yazılan formasını dəyişmək istəyirəmsə, buradan dəyişirəm. 5 500 qəbul edir. 5, OK. Burada sadəcə raw description dəyişdi. Diqqət edəcəksiniz, çünki mən bunların hamısını ayırmışam bir-bir hündürlüyünü dəyişə bilmək üçün. Burada raw description seçili olduğu üçün
Mən burada sadəcə rad description dəyişə bilirəm. Və rəngi formasında həmçinin. Color. Evet, şimdi çizdim, rengi de değiştim. Bu sadece rahat description için geçerliydi. İkinci point elevation. Point elevation'da mesela buradan hündürlüğü değişip rengini de buradan değişebilirim. Burada da form olarak gösterir. Değişende hansı değişəcəyini dediğim. Okay. Apply elədikdə bu değişti. Bir de qaldı full description. Full description. Bunda hündürlüğün 1 metre qoyaq. İstediğimiz kimi değişebiliriz. Yani bunu sürüklemeye dair ehtiyac yoxdur. Ölçülərin dəyişilməsi sürükləyə olursa qarşıma ehtiyac yoxdur. Tapacağım eləyən zaman elədiyimiz səhvlər point name'də ad yazmağımızdır və yaxud tərif yazmağımızdır. Name is not elevation description. O ardıcılığa getməlidir. Ardıcıllıq North və East'in yeri sadəcə fərqli ola bilər. İndi mən məsəl üçün çox vaxt North ikinci formatda olaraq istifadə edirəm. CSV-də, TextAvoid-da həmin formatda edirəm. Sadəcə burada işlədiyim yerdə hamı East'in qabaqda olmağını öyrəşirdiyənə mən də avtomatik eləmişəm. Ölçdüyümüz nöqtələr 1-2 olaraq point name'lər 1-2 olaraq davam eləməlidir. Bu data station'ın ölçü hissəsində yazılır. Point ID və yaxud point name yazılır. O 1-2-3 getməlidir. Sonra listing olur və yaxud northing olur. Yerlər fərqli ola bilər. Sonra northdan sonra elevation olur və yaxud da Z yazılır. Bir də description aşağıda olmalıdır. Məsəl üçün biz ölçülü birinci nöqtə, ikinci nöqtə, üçüncü nöqtə, dördüncü nöqtə ölçülür. Bu dördüncü nöqtə ağacdır. Məsələn, qabağına A atırıq, yaxud ağac yazırıq. Ağac yazırıq. Bu səhvdir. 5-ci nöqtə davam etməliydi. Biz bunu yazmalıyıq bu hissəyə. Ağac. Əgər description-a yazdıqsa, ağac yazdıqsa, bu export elədən nöqtələrin bu formasına düşməlidir. CSV və yaxud TextAvoid, DCI fərqi yoxdur. Hansı formatda export eləyirsə də nöqtənin ardıcılığı bu formada və description belə getməlidir ardıcı olaraq. Bu qədər. Yəni başqa Juggle point-in əsas məsələlərdən biri, məsələn, bu nöqtələri götürüb export eləmək istəyirsən, hamısını seçib export eləmək istəyirsən, export yoxdur. Normal, yəni civilin özündə bu pointləri export eləyə biləcəyin bir asan bir yol yoxdur. Var, çətindir və yaxudsa listlərlə eləməlisən və əməliyyatdır. Amma Juggle point olsa seleksiya eləyib edit point eləyirik. Bunların hamısını seçirik. Export'u basırıq. Burada formatı seçirik. Bu formatlar mənə aiddir. Sadəcə. Yəni burada civilin öz formatları olur. PNG olaraq yazılır. Onu da göstərəcəm indi. Necə göstərir? Burada seçirik hara save eləsin. Məsəl üçün www olaraq elədim. Formatını burada seçirik. CSV, TextAvoid, nə istəyirsən. Hansı formatda işləyə bilirsən. Export edirik. Ekrandan baxırıq. Həmin fayla. www. Konturları description'da oxudu. Koordinatları da oxudu. İstədiyimiz kimi yazdı. Bir də civildə göstərəcəkdim. Civilin öz formatını. Burada startı basıb new eləyib. Buradan browse template edirəm. Bu civilin öz formatlarıdır. Metrik. Biz imperialına işləmirik. Çox adam bunu açır, səhv eləyir. Səhvlər olur. Miqyasda da səhv düşür.
Bu mənim DVT faylimdir. Civilin öz DVT fayline girək. Nöqtələri gətirək ekranı təzədən. Pointi gətirik. Burada bu formatda civilindir. Nöqtənin ardıcıllığı deməli P point. Sonra məndə pointdir. Deməli bu formadadır. Qoyaq bura baxaq. Java pointi gətirəcəm mən indi. Java pointdə gəlməyəcək. Nəyə görə? Qabağında 1, 2, A var deyənə gəlməyəcək. Amma ki, mən www gətirə biləcəm. Bəyağı eksport edədiyimiz faylı gətirə biləcəm. Səbəb nədir? Point name-i name deyəndə əslində number qəbul edir, nömrə qəbul edir, rəqəm olmalıdır orada. Yəni yazı olsa avtomatik olaraq qəbul edilir. Yoxlayaq. Point, isting, noting, z, bir də description. Bu boşluqdur, bu da vergülü olandır. Vergülü olansa bizə uyğun olmadı. PNZD. PNZD. Boşluqla. PNZD, okey. Bunu seçəndən sonra buradan seçirik. Java pointer. Okey deyəndən sonra qəbul eləmədi. Burada X olaraq göstərdi. Həmin formatda PNZD olaraq www eksport eləmişəm. Qabağında hansı ki rəqəm hərf yoxdur. Open eləyəcəm, göstərir burada. Point number avtomatik bu formada düşür. Listing, noting, point elevation, row description olaraq gətirə bilirəm. Civilin sadəcə öz formatını. Siz Syomka bu formatda gəlibsə, ya bunun qabağındakı A-ları silməlisiniz və yaxud da replace edib A-nı heç nə ilə əvəz eləyirsiniz. Bu formatda çağıra biləcəksiniz artıq. Burada dolğu da var. Bunu qəbul eləməyəcək. Nöqtənin arxasında dolğu var. Yazısı. Bunu qəbul. Amma bu formatı qəbul edəcək. Bunu əgər belə eləsəz. Yoxlayaq bunu. Save as edirəm. Java point 2 yazıram bunu. Okay. Bunu gətirək. Bu www idi. Failin adı www idi və export edədiyim fail göstərdi burada. Gəldi nöqtələr. Açıram təzədən. Girirəm. PNZD. Space-lə yox. Bizə command lazımdır. PNZD, okey. Java point 2. Java point 1-i gətirə bilmədik. Gəlmir. Java point 2. Bu yerləri səhv düşdü. Nəyə görə əvvəlcədən seçməmişdim bunu. NZD olaraq qəbul elədi. Isting, noting, elevation olaraq. Mən bunu buradan PNZD-yə dəyişsəm, avtomatik ardıcıllıq düzdürsə, okey basacağım, düşəcək bura. Burada da o nöqtələrin biz adını görə bilmirik. Syomkanın məsələn kodları. Çünki point label nondur. Burada məsələn row description, elevation description açsam, point, elevation description. Elevation description açsam, görəcəm pointlərin konturları da görürəm, description-da görürəm, yəni elevation-da görürəm. Əgər sadəcə description lazımsa, only description edəcəm və yazılar böyük gəlsə, nöqtələr böyük görsənəcəm mənə, buradan öz siləcəm. Formasını dəyişəcəm. Bir də bunu point description istəyirəm ki 0.5 olsun hündürlüyü. Konturlar məsələn 0.5 yazılsın. Okey. Bu əslində bir stok syomkasıdır. 3D-dən baxsaq görəcəyik. Stok syomkasıdır. Stok syomkasında sadəcə kontur syomka olunur və yaxud da əvvəlcədən stok yerə tökülməmişdir. Təmizləmiş syomkası olmalıdır. Əvvəlki hal, sonradan stokun üstü və ətrafı syomka olmalıdır. Sonraki halı. Biz bundan necə həzm ala bilərik? Mən buradan alım bəlkə. Yox, elə buradan alım. Əvvəlcə 3 step online seçirəm. Stok syomkasıdırsa. 3 step online. 3 step online seçib, sadəcə burada node aktiv olduğu halda bu nöqtələrdən 3 step online keçirəm.
Bu 3D Polyline kontur kimi də istifadə edəcəm. Necə? Sərhəd kimi də. Yəni burada o tərəfə üçgen çıxartmasın. Modeldən qırıb. Yəni bu sərhəddir. Yəni üçgen silməklə vaxt itirməyəcəm. Bunu birləşdirdim. Close enter elədim. Birləşdirdim. Buna yazıram. Əvvəl. Stokun əvvəlki halı, yəni yeri. Breakline seçirəm. Çünki bu seçdiyim 3D Polyline 3D Polyline olduğunda buradan görə bilərik. 3D Polyline göstərir və sitədə shift basıb orta düymə ilə baxa bilərik. Ondan əlavə sağ düyməni basıb burada Object Viewer edib seçili halda xətti seçib Object Viewer edib baxa bilərik. Deməli, bu əvvəlki halın xəttdən keçirəcəm. Üçgen modellərdən bu breakline sayılır. Add edirəm. Heç nə dəyişmirəm. Faktorun zaten breakline üstünə basıram. Sağ düymə basıram və üçgen model hazırladı. Üçgen modelin deməli preparation'da bu formada olsun. Bir də üçgenlər görsənsin istəyirəm. Style edirəm. Burada triangle satıram. Bu sərhəddə yaşıl xəttdir. Sərhəddə səhvdir. Yəni onu indi kəsəcəm. Ya bir kəsməliyim, üçgenləri silməliyim, ya da ki border verəcəm. Apply edirəm. Üçgen modeli görsənir. Üçgen modeli görsənir. Bunu geri verək. Back eləyək. Mənim xəttim burada. Yəni kontur bu xətt. Mən bu xəttdən istəmirəm, qıraqda üçgen qalsın. Ona bir üçgəni seçib ya buradan delete line edib bunları bir silməliyəm. Ya da ki Ctrl Z. Ya da ki bu əvvəl açdığım, yəni bu üçgen modelinin adı əvvəldir. Buna əlavə edirəm sərhəd boundary. Add edirəm. Boundary'də burada tape outer qaldığı halda OK edirəm. Seçirəm xəttimi, kontur xətti. Xətti seçən kimi qıraqdakı üçgenləri avtomatik özü olaraq silir. Sildi. Bu əvvəlki üçgen modeli formasına buradan konseptual eləyib baxa bilərik. Sınmalar, əyrilər, zətlər. Bu mən növbəti prosesdə, yəni stoku üçgen eləyəcəm, sonraki hal eləyəcəm. Bu mən manipulə eləyəcəm. Burada surface proportion'a girirəm. Buna girirəm, no display edirəm, ekranda görsənməsin. Yəni bu üçgen model surface style'ı dəyişirəm, no display edirəm ki, ekranda görsənməsin. Görsənmədi, amma var. Sivirin yaddaşındadır. Burada da görsənir. Select eləyəndə seçir, həmin modeli seçir. View eləyəndə görsənməsə də, yəni çünki bağlıdır. Amma var yerdə. Sonra ikinci surface'imi yaradıram. Bu da sonra olsun. Stokun sonuna çağırır. Sonra girirəm. Artıq bu nöqtələrdən keçirəcəm. Üçgen modeli. Add edirəm. Burada all point edirəm. Mən bu nöqtələrə qrup verməmişəm denə. All point eləyən kimi hamısını seçəcək. Seçdi və bu da qırağa çıxıb görürsünüz. Üçgen modelin burada surface perforation var. Surface style'dan. Üçgen modeli seçib surface style'dan üçgeni açırıq. Açandan sonra konseptualdan da çardat deyilək, 2 deyilək. Bunu geri verdik ki, konturumuz görsənsin. Konturun rəngi dəyişim opsiyon. Qırmızı qoyum. Bu qırağa çıxan yaşıllar üçgen modeldən səhv üçgendir. Bunları silmək lazımdır. Mən silmirəm. Yəni də buna sonraki üçgenimi açıb yəni sərhəd əlavə edirəm. Burada outer olduğu halda OK basıram. Sərhədimi seçirəm. Silir qıraqdaşları. İndi bir şey qalır ki, üçgen model əvvəldə nəsə problem yarandı. Reboot avtomatik eləsə düzəlir. Bir şey qaldı. Bu üçgen modeli düzəltmək. Əgər
düzəlməli yerləri varsa, baxaq. Şimdisə yoxdur. Şəmmədə də baxaq. Sürün gəlir. Belə. Yoxdur. Söyləsi yer yoxdur, amma olsa 2D fırladaq. Yuxarıdan görünüşə basaq. Əgər olsa burada üçgen seçib buradan swap edge eləyirik. Məsələn bu üçgen fırladaq. Bunu da fırladaq. Bunu fırladaq. Üçgen biraz pis formaya salaq. Yəni də bir çox dəyişiklik olmaz. Hansı üçgenləri dəyişmək istəyirsinizsə swap edib Qayıtıram bu yerinə, bunu da yerinə. Ən yaxın məsafəyə birləşməlidir. Mən uzağı birləşdirdim. Bu halda indi əvvəlki halı surface. İndi bunu deməli seçsək, hamısını object view eləsəm, ancaq üstü görürəm. Altı bağlamışam denə, əvvəlki halını bağlamışam denə. Əvvəli də açırıq. Proportional yeri no display eləmirik, bu formaya görsənsin. Altı avtomatik gəldi. Üçgenlərin altı da üstü də seçib sağ düymə edit edirik, view edirik, daha doğrusu baxırıq. Üçgenin altını da verdi, üstündə. Verdikdən sonra burada analizə girib buna yazırıq. Stop. Base surface əvvəlki halını qəbul edirik. Digər surface modeli isə sonranı. Mən əvvəl sonra niyə yazıram? Ola bilər ki, bu alt üst yazsaq, məsəl üçün. Alt üst yazsaq, stok kimi başa düşülür ki, bu altdır. Məsələn, stokun altdır. Amma bu qazıntı olsa, alt olanda bu avtomatik olur sonraki hal. Əvvəlki hal olmur. Yerlər səhv olanda da, məsələn, əvvəldən sonranı yazdım, okey elədim. Mənə verdi doğru kimi. Bu yaşıl verirsə fil, burada da fil göstərir. Doğru kimi verir bura. Burada göstərir həcmi 8826 kub. Əgər mən burada əvvəllə sonranın yerini səhv salıramsa, kimsə mənə şəbəkə göndərib bilmirəm. Katlaban qazılıbmı ya doldurulubmu? Bunları səhv salıramsa və yaxud da bura əvvəl stok edir, sonra qazılıbsa, mən bunları qarışdıra bilərəm. O sahədən xəbər olmayan adam qarışdıra bilər. Əvvəli sonranı əvvələ yazsaq. Yəni deyək ki, əvvəl bu stok boyda təpə olub, sonra qazılıb götürülüb düzənlənib. Onda bu forma olacaq. Okey, basam qırmızı olur avtomatik. Və burada görürsünüz, stok yazdığım həcmi fil olaraq göstərir. İkinci həcmə ad yazmadım, yəni surface 1 olaraq atdı. Onda fili 0 olur, qazıntısı 8000 olur, eyni qədər. Avtomatik olaraq qazı verəcəyiniz yeri doğru vermiş olursunuz, həcm olaraq. Yəni yanlışlıq eləyirsiniz. Doğru olacağı görə qazı verə bilirsiniz. Ancaq diqqətli olmalıyam deyə əvvəl sonra yazın ya da təbii yazın, əvvəlki syomkaya, sonraki halada məsələn plan tarixdə ölçülmüş syomka. Bu formada yazarlar. Onda əvvəl sonra olaraq qeyd edilmiyor. Sonranı da məsələn tarix yazılan ki, məsələn bu gün olur. 04.02.2026. Tarixdə məsələn sonra olub, əvvəlki halda məsələn bunu dəyişib təbii zəminə. Bu qədər.